Kütləvi informasiya vasitələrində xəbərlər yayılır. Ermənistan Azərbaycana hücum eləyəcək, həm də bu tarixdə deyə məlumatlar yayılır. Dəfələrlə xəbərdarlıq etmişdik ki, Ermənistan hakimiyyəti xarici ictimaiyyətə sülhə hazır olduqları barədə bəyanatlarına baxmayaraq Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşırlar. Bu barədə Kalibr Az nəşri yazıb. Rəsmi İrəvanın revanşist əhval-ruhiyyəsi ilə dolu və intensiv hərbiləşən son hərəkətinin bütün məntiqi onu göstərir ki, bölgə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlamaq üzrədir. Üstəlik Ermənistan artıq qarşıdurmanın yeni raunduna hazırlaşdığını belə gizlətmir. Məsələn, ötən həftə hökumətin iclasında elan olunub ki, aprelin 1-dən iyunun 13-ədək Ermənistanda növbəti ehtiyatda olan hərbçilərin təlimi keçiriləcək. Toplanışlar 10 həftə davam eləyəcək ki, bu da standart təlim müddətini əhəmiyyətli dərəcədə üstələyir deyə məqalədə qeyd olunur. Nəşrin mötəbər mənbələrdən aldığı məlumata görə İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır. Toplanmış faktlar və məlumatlar sərhəddə qəsdən aqressiv hərəkətlərə hazırlıqdan xəbər verir ki, bu da yeni eskalasiya təhlükəsini daha real edir. Kalibr Ermənistanın hərbi platformasında Bitskin konsepsiyasının şərti sərhəddəki yaşayış məntəqələrinin ildırım sürəti ilə işğalının nəzərdə tutulduğunu daha əvvəl də yazdığını qeyd eləyib. Son aylarda Ermənistanın hərbi avanturaya hazırlaşmasının sübutları daha da aydın görünməyə başlayır. Eskalasiya prosesində xüsusi rolu rəsmi olaraq müşahidə missiyası kimi təqdim edilən Avropa Birliyinin missiyası oynayır, lakin onların fəaliyyəti tamamilə fərqli mənzərə yaradır. Sərhəd boyunca xüsusilə də mümkün toqquşma zonalarında kəşfiyyat işləri fəallaşıb. Avropalı müşahidəçilər sistematik olaraq əraziləri araşdırır, zəif nöqtələri müəyyən edir, Azərbaycan ordusunun dislokasiyasını təhlil eləyirlər. Faktiki olaraq monitoring adı altında Ermənistan hərbi komandanlığına məlumat ötürməklə məşğuldular ki, bu da neytrallıq prinsipinin kobud şəkildə pozulması deməkdir. Bu aktivlik Ermənistanın militarizasiyasının digər təhlükəli əlamətləri ilə üst-üstə düşür. Ermənistanın hücuma hazırlaşdığını açıq şəkildə göstərən əsas əlamətlərdən biri də Azərbaycanla sərhəddə 10 istehkamlaşdırılmış hərbi mövqeyin tikilməsidir. Bu obyektlər struktur və yerləşmə baxımından müdafiə üçün deyil, hücum üçün nəzərdə tutulub. Onların dislokasiyası strateji əhəmiyyətli əraziləri atəş nəzarətində saxlamaq üçün xüsusi hesablanıb. Bu da sərhədyanı bölgələrin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Üstəlik, bu mövqelər xüsusi tunellərlə birləşdirilir və bu tunellər Ermənistanın diversiya qrupları tərəfindən Azərbaycana qarşı təxribat törətmək üçün istifadə ediləcək. Ermənistan yeni hərbi təxribat hazırlayaraq reallığı dəyişdirmək və sonra bunu artıq baş vermiş fakt kimi təqdim etməyə çalışır. Plan ondan ibarətdir ki, sərhəddə vəziyyətin qəfil dəyişməsi Azərbaycanı fakt qarşısında qoyacaq və onu aqressiyanın özünə deyil, nəticələrinə reaksiya verməyə məcbur eləyəcək. Belə planları həyata keçirmək üçün ciddi resurslar lazımdır. Son 2 ildə Ermənistan hərbi alışlarını kəskin şəkildə artıraraq Fransa və Hindistandan silah almağa milyardlarla dollar xərcləyir. Xüsusilə ötən ilin payızında məlum olub ki, Hindistan Ermənistana ilk Akash Zenit raket komplekslərini göndərib. New Indian Express nəşrinin məlumatına görə Ermənistan 2022-ci ildə Hindistanla 15 Akash raket sistemi almaq üçün 60 milyard rupi, təxminən 710 milyon dollar dəyərində müqavilə imzalayıb və bu silahı alan ilk xarici ölkə olub. Akash sistemi yer-hava tipli raketlərdən ibarət olub. 25 kilometr məsafədə qırıcı təyyarələrə, qanadlı raketlərə, hava, yer raketlərinə, pilotsuz uçuş aparatlarına və digər hava hədəflərinə qarşı istifadə edilə bilər. Avropa Birliyi öz rolunu oynayır. Xüsusilə də Avropa Sülh Fondu vasitəsilə ayrılan maliyyə yardımları birbaşa və ya dolayısıyla Ermənistanın hərbiləşdirilməsinə sərf edilir. Bu
mislik görünməmiş silahlanma səviyyəsidir və Ermənistanın müdafiə strategiyası ilə heç bir uyğunluğu yoxdur. Bütün faktlar göstərir ki, Ermənistan aqressiyaya hazırlaşır. Ermənistanın hərbi infrastrukturunun digər əsas elementi Lori bölgəsinin Xorkop kəndində Yunan tərəfinin fəal dəstəyi ilə inşa edilən körpüdür. Bu vacib bir logistika obyektidir və hərbi texnikanın və qüvvələrin döyüş zonasına sürətli şəkildə çatdırılmasına imkan verəcək. Beləliklə, qısa müddət ərzində sərhəddə qüvvələrin kəskin artması üçün şərait yaradılır ki, bu da qəfil hücum senarisi üçün kritik amildir. Bütün bu faktlar vahid strateji planın mövcudluğunu göstərir və yeni eskalasiyaya istiqamətləndirir. Bu vəziyyətdə mümkün döyüş əməliyyatının başlanmasının bütün məsuliyyəti Ermənistanın və onun havadarlarının üzərinə düşəcək. Azərbaycan dəfələrlə sülh dialoquna hazır olduğunu nümayiş etdirib, lakin hər hansı güc tətbiqi senarisi qətiyyətlə dəf ediləcək. Bakı öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün kifayət qədər imkanlara malikdir. Ermənistan rəhbərliyi yeni hərbi təxribat kartına oynayır, lakin bu addım onların özləri üçün fəlakətli nəticələrə səbəb olacaq. Dəmir yumruq yerindədir və ölkəmizə qarşı istənilən avantura sərt və ildırım sürətli cavabla qarşılanacaq. Bundan sonra İrəvan yenidən mərhəmət diləməyə məcbur olacaq. Ermənistanın hərbi siyasi rəhbərliyinin hələ də düşünmək üçün vaxtı var. Əks halda İrəvandakı bütün inşaat texnikası Yerabul qəbirstanlığının genişləndirilməsi üçün istifadə olunacaq. Nə üçün? Yeni yük 200 karvanları üçün deyə Kalibr Az saytının yazdığı məqalədə qeyd olunur. Kalibr Az saytı Azərbaycanda kifayət qədər ciddi bir mətbu orqandır. Eyni zamanda onlar YouTube kanalı kimi də fəaliyyət göstərirlər və orada çox gözəl belə sujetlər, tarixi faktlar və sənədli filmlər belə təqdim eləyirlər. Və o ki qaldı Ermənistanın Azərbaycana hücum məsələsinə və Ermənistanın kütləvi informasiya vasitələrində paylaşılan xəbərlərə biz dəfələrlə göstərmişik. Hər dəfəsində Azərbaycan Müdafiə Nazirliyi də bununla bağlı məlumat verir və eyni zamanda Azərbaycan ordusunun müşahidələri əsasında və orada müşahidə kameralardan düşən video görüntüləri, eyni zamanda peyk görüntüləri də bir daha təsdiq eləyir və bunu belə deməyə əsas verir ki, Ermənistan sürətli şəkildə silahlanır, Azərbaycanla sərhəd istiqamətinə hərbi texnikasını daşıyır, orada özləri üçün yerlər düzəldirlər, hansı ki onunla bağlı dəfələrlə görüntüləri sizə təqdim etmişik və bütün bunlar da nəyi deməyə əsas verir ki, Ermənistan növbəti dəfə yenə də müharibə fikrindədir və digər güclərin dəstəyi ilə, böyük dövlətlərin təhriki ilə Ermənistan bunu eləyəcək. Avropa Birliyinin müşahidə missiyası əbəs yerə deyil ki, gəlir tez-tez Azərbaycanla sərhəddə müşahidə aparır. Və bunun fonunda onların alacaqları cavab necə olacaq? Bunu Ermənistan da gözəl bilir, onun havadarları da gözəl bilir və bir daha qeyd edeyim ki, Ermənistanın kütləvi informasiya vasitələrində yazılır ki, aprelin 1-dən iyulunun 13-ünə qədər Ermənistanda növbəti ehtiyatda olan hərbçilərin çağırışı var ki, bu da təlim müddətini əhəmiyyətli dərəcədə üstələyir. Çünki 10 həftə davam edən təlim olmur. Bu bir daha onu deməyə əsas verir ki, Ermənistan bütün gücü ilə, olmayan gücü ilə, düzdür, indi bəzi silah-sursat əldə eləyiblər, Hindistandan alıblar, Fransadan alıblar. Amma bütün bunlara baxmayaraq, əgər döyüşkən ruhda olan hərbçi yoxdursa, silah-sursat və hərbi texnikanın nə qədər olmasının heç bir önəmi yoxdur. Və aldıqları hərbi texnika ilə bir qədər özlərini güclənmiş hiss eləyirlər və bunun fonunda da yenidən Qarabağ iddiasına və Qarabağ həvəsinə düşüblər. Nikol Paşinyan da bununla bağlı bu günlərdə toplantıda çıxışı zamanı qeyd etdi ki, Bakının istəyi çox kəskindir, netdir və ortadadır ki, biz konstitusiyaya dəyişiklik etməliyik və Bakının tələblərini yerinə yetirməliyik. Əks halda müharibə qaçılmaz olacaq. Düzdür, heç bir halda biz müharibə ritorikası ilə çıxış etmirik. Hətta cənab prezident
aylar bundan öncə çıxışı zamanı da qeyd elədi. Biz Zəngəzura avtomobillərimizə minib gedəcəyik. Yəni Zəngəzur üçün döyüşmək, müharibə etmək istəyində deyilik. Çünki müharibədən həqiqətən də yorulub Azərbaycan xalqı da, Azərbaycan dövləti də. Düzdür, Ermənistan indi hər hansısa bir addım atacaqsa, addımına layiqli də cavab alacaq. Bu başqa bir məsələ, amma bütün hallarda biz sülh deyə bugün də etdiyimiz sülh təklifinin üzərindəyik. Amma ki, Ermənistan bizə qarşı ərazi iddialarına görə öz konstitusiyasına dəyişiklik etməlidir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların işə düşməsi və s. ki, hər dəfəsində dəfələrlə bununla bağlı danışırıq. Bəli, Ermənistan kütləvi informasiya vasitələri artıq öz mənbələrindən əldə etdiyi məlumatlarla bu cür informasiyalar yayırlar və Kalibr az da belə bir məlumatı yaymışdı, yazmışdı və yeri gəlmişkən onu da sizin diqqətinizə çatdırdıq. Bu arada isə Rusiya-Ukrayna müharibəsində yenilik var. Belə ki, Rusiyanın hücumu dayandırdığı bildirilir. Rusiya qoşunu bir ildən artıq müddətdə ilk dəfə olaraq Donbassda hücumu dayandırıb və hətta ələ keçirilən ərazilərin bir hissəsinə nəzarət yitirib. Bu barədə Bloomberg Deep State analitik resursuna istinadən məlumat yayıb və qeyd olunur ki, hücumun başa çatması Birləşmiş Ştatlar və Ukrayna arasında martın 11-də Səudiyyə Ərəbistanında baş tutan danışıqlara təsadüf eləyib. Ukrayna qüvvələri ölkənin şərqindəki, xüsusilə də Donetsk vilayətində silahlı qüvvələrin təchizatı üçün əsas logistika mərkəzi olan strateji əhəmiyyətli Parkovsk şəhər ərazisindəki Rus bölmələrini tədricən sıxışdırır. Bundan əvvəl 2024-cü ilin yanvarından başlayaraq Rusiya ordusu il ərzində ümumilikdə 4168 kvadrat kilometr ərazini ələ keçirərək daima hücumda olub. Bu ərazini Sankt-Peterburg kimi 3 şəhərlə müqayisə etmək olar deyə deməli Bloomberg Deep State analitik resursuna istinadən yaydığı məlumatda qeyd edir.